Niderlandın Xarici İşlər Naziri Kaspar Veldkamp Ermənistan-Azərbaycan sərhədinə gəlib. Bu səfər və Azərbaycan ordusu mövqelərinə baxış diqqət çəkib. Görünür, Ermənistanın törədəcəyi mümkün təxribat Avropanın Azərbaycana qarşı hücum hazırlığıdır. Məsələ ilə bağlı 124 aza danışan sabiq Xarici İşlər Naziri politoloq Tofiq Zülfüqarov deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi dünya gündəmində birinci sırada deyil. Ermənistanın da ümumi strategiyası ondan ibarətdir ki, bu mövzunu gündəmdə saxlamaq üçün onlar daima hansısa bəhanələri axtarır. Politoloqun sözlərinə görə səfər Ermənistanın hansısa hərbi təxribatı əl etməsini göstərir ki, bu da onların yenidən Ermənistan-Azərbaycan münaqişəsini dünya gündəminə gətirmək istəməsindən irəli gəlir. Hamıya bəllidir ki, Ermənistanın hərbi potensialı ona Azərbaycana zərbə yendirmək ya da məğlub eləmək təbii ki, imkan vermir. Azərbaycan da məsələdə Ermənistan üçün heç bir şərait yaradan deyil. Amma hərbi təxribat ənənəvi olaraq ermənilərin taktikasıdır və onu daima istifadə edirlər. 20-ci ildə, 16-cı ildə, 23-cü ildə və s. belə bəzi bəyanatlar onu göstərir ki, belə bir təhlükə çox realdır.